Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən biri təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi müəyyən edilməsidir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və müəyyən qurumlar sözgedən məsələdən deyəsən xəbərsizdilər. Artıq Nərimanov rayonunda qanunsuz ağac kəsilməsi adi hal alaraq ekoloji genosidə çevrilib. Rayonun Həsənoğlu küçəsində yerləşən Ailə Park MTK-nın tikinti ərazisində iri gövdəli yaşıl ağac kəsilərək götürülüb. Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə yaratmaq mümkün olmadı. Ailə Park MTK-dan görüntülərə isə heç bir açıqlama verilmədi. Məsələ ilə bağlı bütün aidiyyatı qurumların mövqeyini işıqlandırmağa hazırıq. Qeyd edək ki, xəbərlə bağlı məlumatı Xalq Az saytı yayıb.